yoldaşım olub. Yəni 44 günlük Vətən müharibəsində Arazla çin-çinə döyüşmüşük. Noyabrın 4-nə kimi. Laçın rayonunun Safiyan kəndində noyabrın 4-ü günü Araz şəhid oldu. Allah məqamını uca eləsin. Araz çox ürəkli oğlu idi, mərd oğlu idi. Yəni döyüşdən qorxmaz bir şəxs idi. Araz kimi bir neçə qardaşlarımız da biz orada itirdik, yoldaşlarımız da itirdik orada. Allah hər birinin məqamını uca eləsin. Yəni Arazın haqqında vallahi danışılası sözlər çoxdur. Amma mən istəyirəm 5-10 dəqiqə çıxış edən bu haqda. Araz şəhid olmamışdan Səngərdə bir yerdeydi. Laçının rayonumuz Güləbird kəndindeydi də Fares. Güləbirddə Səngərdeydik. İnan Allaha yəni ki minamyotun sayı hesabı yox idi da. Qayıtdı dedi ki Afiq, heç nə istəmirəm, adım Afiqdir. Dedi, kaş bircə gündür icazə verərlər, qızımı görərim dedi. Yəni qızım dedi, ürək partlayır, dedi məndən ötürü. Yəni bir gün olsun dedi, icazə verərlər, gelib qızımı görərdim. Ondan sonra çox rahat olarım. Yəni şəhid də olsaydım dedi, yəni heç nə narahatlığım olmazdı. Dedi, yəni bir dənə o qızımı görüm dedi, vəssalam. Elə oldu ki, bizi Safiyandan saldılar bizi aşağı. Su arası deyilən yer vardı Laçında. Bizə əmr gəldi ki, bəs cəmləşmə yerinə yığdılar bizi orada. Cəmləşmə yerində saat olardı, 3-4 radələri olardı. Hücum əmri gəldi. Hücum əmri gələndən sonra Arazlı saqqallı idi. Yuxarı komandanlığına əmri gəldi ki, hər kəs saçının saqqalını bəs qırsın. Bu getdi yüzünü qırxdı, bir dənə bığ saxladı. Gəlin dedim ki, bığ nə yaxşı yaraşır belə sənə. Belə söhbət elədi, elə danışdıq, güldük. Dedi, inşallah gedirik. Yəni qələbə bizimdir. Qələbə axıra qədər bizimdir, dedi Afiq. Nə olacaq, dedi, olacaq. Sonrasında biz orada ayrıldıq. Qruplara bölündük. Orada Arazı mən itirdim, mən özüm yaralandım. Orada yaralandıktan sonra əlaqə etdi bir-birimizlə. Bir-birimizlə əlaqə etdi, bir müddət axtarıldı. Məndən uşaqlar, Rauf vardı buradan, onun dostudur Rauf. Rauf da eyni bölmədə işləmişdir Raufla. O mənə zəng elədi, nə bilim, bir çox uşaqlarla əlaqə saxladıq. Dedim, Arazla mən yaralandığım günə kimi bir yerdə olmuş. Video çəkilişləri də vardı. Hücuma keçəndə Araz orada deyir ki, inşallah Zəllabad uşaqları gedir, axıra qədər gedirik. Yəni o şərəfsizlərin qisasımızı almağa gedir. Yəni onda da düşmənlə arası 600-700 metr məsafədəydik. Yəni konkret döyüş gedir, üzbəyiz döyüş gedir. Orada Arazı ayrılandan sonra, bölmələr ayrılandan sonra Arazla əlaqəmiz etdi. Ondan sonra da dedilər ki, dekabrın biri dedilər ki, Araz şəhid olub, bəs neytralda qalıb. 1 santi qar var idi. Qarı belə təmizlədi, 2 şəhidimiz vardı. Biri Sumqayıtdan. Deyir, inan Allaha, deyir, yəni elə bil ki, yəni bu 30 gün deyil bu şəhid olmağa. 30 gün deyil, elə bil dünənlər şəhid olub. Yəni üzündə o qədər nur. Yəni insan deyir, şəhid olub, bədənin heç bir yerində şey yoxdur, nədir, bir ləkə yoxdur, bir çürümə yoxdur, nə bilim, əzilmə yoxdur. Yəni hardan da güllə yarası alıb, həmən bir dənə yerdə xəsarəti bilinir. Başqa bədən tərtəmizlik olaraq qalıb. Nəysə, uşaqlar onu da oradan çıxardanda, gətirəndən sonra. Mən yenə də inanmadım ki, mən onun şəhid olduğuna. Dedim, yəni ki, Araz şəhid olub. Həmən vaxtda öz rayon uşaqlarımızdan da olmuşdu, orada yaralı uşaqlarımız olmuşdu. Onlar da dedi, vallah, dedi, yəni ki, elə bir yerdeydik ki, yəni mümkün deyildi oradan çıxmaq. Arazla bir döyüş yoldaşımız vardı, Səfərbəylidən gələn. Elmas. Yəni onlar da yarası ağır idi, şəhid oldular, biz oradan çıxdıq. Şəhid də çıxardamamışlar oradan. Məsafə də arısa vardı, 800-1000 metr məsafə vardı ki, arxaya çıxartmaq onları. Yəni bunlar da yaralı, onlar da ağır yaralı, şəhid olurlar orada. O uşaqlar oradan çıxmışdılar, bunlar qalmışlar.